Hep içine attık insan gibi yaşamadık. Kılın içindeki deftere artık mümkün değil. Sanata yakabilir birbirimizi. Belki güneş daha o da biliyor. O da seviyor. Bile bile kafa tutuyor aşka. Gözü kara, ayrı bir akıyor. Analitik. Bəli, bu gözəl mahnı sədəlarından sonra Bundesliga 2-ci divizyon 4-cü sezon 9-cu sonuncu tura geri dönürük. Rəqiblər isə Yaşıl Gemdə favorit komandası artıq rəsmən yeni geyimində mübarizə aparan Baku Juniors komandasına qarşı. Adamın ürəyi açılır belə oyunları görəndə. Bəli, ilk zərbə də yetirildi, yerinə yetirildi. Küngdən zərbə oyunun 10-cu saniyəsində. Hatırladan Baku Juniors komandası bugün A konferansını lider kimi tamamlaya bilər. Səbəb isə günün ikinci maçında Kəlki komandasının gözlənilmədən 1-2 hesabı ilə elə 20-ci sahə qəsəbəsini təmsil edən digər komanda Black Storm komandasına məğlub olmasıdır. Arazın səsini eşidirsiniz. Araz bu arada Alan Əlfəttin yəni zərbəsi tamamlana bilmədi. Araz bugün özünün qəsəbəsinin digər komandası, dost komanda belə desək, Baku Juniors komandası lider olmasına imkan yaratdı. Ona görə də yəqin ki, qonaqlıq verəcək Baku Juniors komandası Araza. Elvin, Ceyhun Şirinli, 7 nömrəli oyuncu. Necə də gözəl görsənir, formalı komandalar. Nasıl? Götürə bilər deyil. Düz deyir, Allah'ın özündən danışacağım. İdeal 30 bal deyil. Çox ideal. Xidmət edilir Ceyhun istiqamətinə. Alan komandanın ən sərras oyuncularından biri cəlbə indirdi Bakuya. Baku Juniors komandası Nəcəf sahibindən gözəl seyf. Yenidən Alan, yenidən zərbə, bu dəfə dəqiq olmadı. İlyas sağ cinahla oynadı, yenidən İlyas. Elvin. Ramin, yenidən Ceyhun. Topu özlərinə gəzdirir. Sağ cinahla oynuyor Elvin. Elvin ötürməsi hesabı açıldı. İlyas. Oyunun 3-cü dəqiqəsində Şirinlinin ötürməsini qola çevirə bilir. Ötən tur səhv etmirəmsə onun ad günüydü və ad günündə də dubla imza atmışdı. 6 nömrəli oyuncu. İsmail. Bir bala şığıdı. Amma Pərviz həmin epizodda daha dəqiq oynadı. Favorit komandasının ehtiyac kamyasından komandaya motivasiyalı sözlər gəlir. Deyir, onsuz udacaqsınız, oynayın. Belə bir motivasiyayla çox maraqlı motivasiyada. Elvin də meydanda da, hal-hazırda meydanda ən hündür boy oyuncu məhz odur. Zaman 04 nömrəli oyuncu qeyri-adi bir rəqəmlə meydanda da Elvin. 4 nəfərdən ibarət müdafiə xətti var. Əslində mini futbolda 6 nəfər oynayır. Hamısı müdafiədədir. Belə bir hücum həmləsi çətin olar. Bu da sübutu. Alana qarşı sərt oyun. Bəli. Ramin favorit komandasının aktivinə bir cərimə yazdıra bilir. Topun arxasında İsmail var, 5 nömrəli oyuncu. Alan da
Zərbə ilə top meydanı özündən də tərk edir. Ceyhun. Bugün qalib gələrsə xatırladıram 20-ci sahə qəsəbəsini təmsil edən Baku Juniors komandası A konfransının lider ünvanını qazanacaq. Samir, Zaman, Elvin. Mən bu dəqiqə Sportman kimi filmini izləyirəm. İzlə, gör uyğundur yoxsa yox. Bəli, Ceyhunun xəbəri olmadan onu elit diviziyonda bir komandanın üzvü scout kimi izləyir. Komandayı cəlb etmək üçün. Ramin. Uzun ötürmə. Cəlb edir amma dəqiq olmadı. Elvin Şirin'in baş zərbəsi. 16 nömrəli oyuncu. Qeyri-adi rəqəm yəqin ad günü ilə bağlıdır. 16 nömrənin mistik bir sirri də var, o da Fransa liqası ilə bağlıdır. 16 rəqəmi daha çox Fransa liqasının əlcək sahibləri geyinirlər. Fabien Bartez'dən başladı bu gələnək. Rəmzi çox gözəl köçdü, bir həmlə ilə ötürmə İlyasdan Elvin tamamlaya bilmədi zərbəni. Samir başla zərbə indir. Ramin 4 nömrəli müdafiəçi. Bir bala. Hər an Elsal arasındakı fərqi dəyişə biləcək isimdir məhz Pirbala. Çox sürətli oyuncudur, dinamik oyuncudur və Alanla, yəni Əlfəddinlə gözəl tandem təşkil edir. İsmail uzun oynadı, Alan topu qəbul edə bilməyəcək. Tədbiz daha erkən davranır. Ramin ötürməsi, Ceyhun istiqamətlə amma çox sərt ötürmüş. Yenidən Samir, yenidən uzun top, yenidən Ramin. Pirbala mübarizədə idman çərçivəsi daxilində düzgün oynadı. Ceyhun, İlyas, Özgür İstəm Ceyhun. Top meydandadır. Ötürmə, Rəmzi istiqamətinə. Rəmzinin ötürməsini hələ keçirə bilmədi. 5 nömrəli oyuncu İsmail. Ceyhun, Pirbala sürətli hücum ədəsi, əks hücum. Özü də irəliləyir, amma ötürməsi səhv istiqamətdə idi. İlyas zaman ona icazə vermədi. Rominin zərbəsi isə dəqiq deyil. Top favorit komandasındadır. Elvin uzun oynuyor. Komanda tamamilə uzun topların oynanılmasına üstünlük verir. Bu arada Rəmzinin zərbəsi ikinci həmlə çox gözəl qəbul etdi. Çox gözəl də ötürmə ötdü. Elvin. İki Elvinlər mübarizəsinə zaman müdaxilə edir. Araz xatırladıram Şəki komandasının məğlub edən isimlərdən biridir və hal-hazırda digər 20-ci sahə qəsəbəsinin irəliləməsinə şərait yaratdı və özü də onu azarkeşlik edir. Niyə? Anlamış deyiləm. Deyəsən keçid söhbəti var. Xatırladan Bundesliqanın 8-ə 1 mərhələsində, play-off mərhələsində artıq transferlər açılır.
Bəli, 50 oynayır. Alan. Rəmzi, sağ cinahla. Ceyhunun sürətli əmləsi meydan qısadır. Bir bala. Komanda nə sürətli ismi Məsudu. İsmail düz oynadı əslində. İsmailin zərbəsi isə dəqiq olmadı. Daha doğrusu dəqiq idi. Sadəcə olaraq Elvin 16 nömrəli oyunçu müdaxilə edə bilir topa. Elvin Şirinli. Elvin. Olmalı. İlyas, Paxı da Alan topu mərkəzə qəbul edir. Alan sol cinahda da oyuncu var. Ötürmə Pərviz. Qapıca qaçır, bəli. Avantaja buraxır hakim. Zədəli var meydanda. Pərviz onun üçün bəli əlcək sahibi komanda. Hal-hazırda yeganə əlcək sahibi deməsi odur. Şamxal. Ötürmə. Meydan əksicun. Ruslan meydana daxil olub. Elvin nəvəsinə. Artıq bal sistemində dəyişikliyi oldu. Ruslan əlbəttə ona layiq olduğu 20 ballıq oyuncu sistemi ilə mübarizə aparacaq. Şamxal. Rəmzi. Ruslan mərkəz irəliyir. Ruslan özü irəliyir. Ruslanın ötürməsi sol sıra. Material gəlirdi polisi və Instagram səhifəsi üçün ən gözəl qollar sırasına. Amma olmadı. Samir. Ay geçti. Şamxal. Hansı elmin ha? Neçədir? 20. Ana o nə məsələn siz başı o tanıyırsınız. MFL-də dağıdırdı. Ana əvvəl ala məndən 10 yaş balacadır bəlkə o. Ola bilmez. 10 yaş balacasın MFL-dən neçə yaşında? 13 yaşında. Məsələn dedim də. Bir bala son sınaqlar eləməyə çalışdı. Atakan gözünə təpədir. Oradan başladı. İsmail'in zərbəsi Pərviz. Ara bir zərbələr endirir favorit komandası. Boş komanda olmadığını sübut edir. Üzr istəyirəm. Samir. Ruslandan əl çəkmir. Orxan. O da meydana daxil olub. Ceyhunun ötürməsi. Rəmzi. Ceyhun. Çox gözəl oyun nümayiş etdirir hal-hazırda. Amma hesab 1-0'dır. Sürətli Pirbala. Bəli ona qarşı cərimə var idi. Şamxal cüssəsi hesabını durdurur. Amma bu fauldur. Təhlükəli nöqtədən yerinə yetirəcək favorit komandası. Pirbaladan istifadə etməlidir. Pirbalanın inanılmaz sürəti var.
bəlkə də mən deyərdim hal-hazırda meydanda 2-ci diviziyonda Emin Quliyevi də ötüb. Zədələnən meydanı tərk edir. Ay heyf, çox heyf, çox heyf. Çox heyf. Babək də meydana daxil oldu. Babək bir balanı əvəzlədi. Topun arxasında Alan. Zərbə! Oy oy oy! Samir. Kuryozan az qalmışdı ki, hesab bərabərləşsin. Bir şey yoxdur deyir hakim. Orxan. Heç kimə toxunmadan meydanı tərk edir. Yenidən uzun. Oy oy oy, topu qəbul etsəydi hesab bərabərləşə bilərdi. Fikir verirsinizsə favorit komandası 3 müdafiəçi ilə meydandadır. Yəni mərkəz xəttini çıxmır 3 müdafiəçi və Alanla oynamağa çalışır uzun toplar sayəsində. Tamamilə bir-birindən fərqli iki futbol görürük. İki futbol komandası. Alan. Alan sağ cinahla da oynaya bilər. Elə də etdi, amma ötürməsi biraz səhv idi. Şamxal. Hətta elit diviziyonda bəzi 10 ballıq oyuncular Şamxalı görüb utansınlar. Bu cüssə ilə çox kreativ oyuncudur. Top meydandadır, Rəmzi də topa toxuna bilmədi. İlk hissənin sonuna isə 9 aya qalır. Samir uzun top, Alan istiqamətlənmişdi, amma top Alana çatmadı. Günün sonuncu maçıdır, xatırladıram. Günün açılış maçında 9-cu rota komandası 4-2 hesabı ilə Topçular komandasına qalib gəldi günün ikinci maçında. Kəlki komandası gözlənilmədən 1-2 hesabı ilə Black Storm komandasına məğlub oldu. Mübarizə komandası Nuskulusu 11-4 hesabı ilə darmadağın etdi və hal-hazırda 20-ci sahə qəsəbəsi təmsil edən digər komanda birinciliyi uğrunda artıq mübarizə aparır. Bu rəsmən qeydə alındı. Səbəb isə digər 20-ci sahə qəsəbəsini təmsil edən Black Storm, yəni Arazın başçılığı altında komanda öz qəsəbəsinin digər komandası Baku Juniorsa şərait yaratdı. Komanda A konferansının liderini 2-1 hesabı ilə məğlub etdi. Araza qonaqlıq verməlidir əlbəttə, qalib gəldiyi təqdirdə Baku Juniors. O qonaqlıqda Şahiq Bəhramlı da mən də olmalıyıq. Sən də bəli Şahmurad, bəli, üzrlü say. Şahmurad Məmmədov da yeni qoşulub bizim divizyona, bizim liqaya, Polistik ailəsinə. Turan Həsənovdan formanı alıb verməyə lazımdır. Dəyişər idi, Flamasından yazalım. Son cəmillikdən xahiş eləmək olur, birində sənəsi təşkil edir. Deyərik. Allah razı olsun. Ruslan, sol cinahla İlyas da oynayır. Yegana qolun müəllifi də lazımda meydanda. İskəndərov. Sona şun pressing tətbiq edir. Geriyə və pressing işə yarayır. Alan. Babək. Qoşulmalıdır, komanda kömək etməlidir Babəkə. Və heç bir şey yoxdur. Qapçı öz komanda yoldaşının ayaqları arasında topu götürdü. Fikir verirsək. Top meydandadır. Çox paranormal hadisələr baş verir. Ha, nə oldu sən? Acı. Həm acam, həm də. Ramin topan ötülməsi. Oy İlyas. Özünün ikinci komandasının ikinci qoluna imza ata bilərdi. 6 nömrəli oyuncu. Favorit komandası turnir cədvəlinin sonlarında geçsə də çox dişli komanda olduğunu sübut edir.
zədələndi bu epizodda ayağı deyəsən. Mənə elə gəlir ki, favorit komandası ən azından play-offa yüksəlməli idi. Yüksəldi də. Yüksəldi də, yüksəldi. Bibeybat komanda. Play-off mərhələsi bəli. Yeganə cütlük bəli. Bəlli də. Bibeybat favorit. Bibeybat favorit. Favorit, yəni Bibeybətə qarşı necə mübarizə aparacaq artıq onu biz deyə bilmərik. Amma mən deyə bilərəm, komanda çox dişli komandadır. Sona kimi mübarizə apararlarsa, özlərini güc taparlarsa, yəni danışmadan futbol oynayarlarsa, komanda çox güclü komandadır. Ötürmələr Bu arada Ruslan qapı direği! Alam, geriyə Pirbala daxil olmalıdır meydana. Olmadığı təqdirdə favorit komandasının çox çətin olacaq. Forma bilsən ki, formasını. Borsa da. Gözəl zərbə və gözəl seyf. Bir də bir sənə forması var. Bir də bir sənə kimi. Hoffenheim'in sarı qara forması oldu. Valla nə sarı qara, Allah ağ göylə oynar. Forma nə forması? Heç kanalda anladım bilici papıtı dedi. Futbola saatdan baxırdı. Borussia Dortmund'un bir ara belə forması var. Şeydə adı nədir? İsveç çempionatında Kalmar var. Kalmarın formasını olacaq. Kalmarın belə forması var axı. Səfər forması. Sizə niyə Kalmar lazımdır? İnformasiya hardandır? Bu arada zərbə Elvindən! Mükəmməl zərbə. Fikir verin. Gücdən zərbə və 24 dənə oyuncu düşsəsinə baxmayaraq qoşulur. Bu taktikadır. Bəli. Hücuma qoşuldu. Bu arada Samir. Ötürmə gözəl. Alan istiqamətlə əks hücum. Sağ silahda Babək və topu qəbul edir Almanya. Biraz tez qoşulmalıydı. Ceyhun Şirinli. Şamxal. Sağ cinahla yenidən Raminlə 4 nömrəli oyuncusu. Tələsmir. Hesab onlara sərf edir hələ ki. Ceyhun Şirinli mərkəz artıq şahmat. Yox, topdan. Ramin. Gözəl ötürmə Şamxalda. Əslində gözəl ötürmə vermişdi Şamxal. Bəli, əslində. Bu arada və Və buna görə Bibeybətə öz dişini göstərə bilməyəcək mənə elə gəlir. Çünki Bibeybət belə səhvlərə yol verməyəcək. Məncə Bibeybət daha çox səhvlərə yol verir. Sadəcə onların oyun strukturu komanda, dəqiq komandanın topa az sahib olmasına şərait yaradır. Yəni bu görüşdə favorit komandası çoxsaylı imkanları qaçırtdı. Belə desək, düzgün olar. Bibeybət komandası ilə isə o şanslar mənə gəlir, hardasa 0-a bərabər olmasa belə. 0-a bərabər olmasa belə, hardasa yəni olmayan çox qəşəng olmalı. Kim? Yox, əl deyil, bu əl deyil. Sonra kim mübarizə aparmalıdır? Babək. Geri oynamağa çalışır. Zaman top elə zamandan meydanı tərk etdi. Elvin Şirinli topladı. Elvin Şirinli neyəcək? Elvin Şirinli sol ciraha ötürməydi. Gözü dəydi. Alam. Çox gözəl zərbə. İkinci hamle yenə də zərbə. Maşallah olsun. Daha doğrusu Alan burada nə etdi? Fikir verdi onun. Yenə də olmadı, yenə də Ceyhun. Pərviz, bəli. Demişdim axı, bu oyun çox maraqlı olacaq. Alanın birbaşa zərbəsini fikir vermədiniz. Yəni professionalcasına etdi onu. Və elə də bir seyv gördük Pərvizdən. İlk sən başa satmaq neysə saniyələr qalıb. Məncə 2 dəqiqə qalıb, da səhv etmirəmsə. Bizim saatla artıq eyni deyil. Bizim saatla eyni olmamalıdır, çünki biz foulları qeydə almırıq. Bəli. Foullarda isə futbol qaydalarına görə o ötürmə. Onu dayanır səhv eləmirəmsə, düzdür?
səhv etmirəmsə, bəli. Bunu Ramil Babayev daha yaxşı bilir. Babək sinəsi ilə topu alan istiqamətinə. Babəkin baş çərpməsi! Yenə də olmadı. Yenə zədələndi. O da vurdu da. Bir dəqiqə izasını saxlayalım. Bir də nəfəsini saxla. Bir də sən bilən böyle qorxusan sən belə. Qorxusan da keçir. Favorit oynayır, düşdü ya. Deyirəm də sizə. Prosta bunlar çox danışırlar. Bir də ki bunlara Görürsən danışmırlar, top kimi oynayır, 30 az. bir də bunlara bir dənə də yaxşı 10 ballı oyunçu lazım. Ya da onları dəyişilir biri. Elə 10 ballı. Yəni əvəz eləsin. Oy oy oy. Pimpala daxil olar olmaz. Az qalmışdı ki. Bir nömrə oynayır ya. Ki. Arda. Bunlar da favoritdə. Deyə oynayır da. Amma oynamır. Deyə Samir orada. Bir nömrəyə bir... Hə də oynayır da orada Samir. O deyil. Cavan bir uşaq var deyə, o Ha, düzgün. Ama odur da. Əlfəttin deyil. Ala bir baladır. Onda bir Pilbala deyil, Pilbala eləmir. Pilbala deyil, başqası. Başqa uşaq idi. Arıq uşaq, qəşəng oyuncu. Aysa o da 20 kimi oynayır. 20 deyil o. Qəşəng oynayır. Ha, bildim şimdi. Prosta uşaq özünə sahib çıxa bilmir. O sahib çıxarsa o da qardaşıdır. Bəli, ilk hissə bu hesabla da başa çatdı. İkinci hissələr görkənərək. İkinci hissə baş tutur. Hesabı xatırladıram. Hesab 1-0. Minimal. Rəqib favorit. Baku Juniors prizması ilə baxsaq. Favorit komandası yaşıl gemlə mübarizə aparır. Hal-hazırda çox maraqlı maç izləyirik. Xatırladıram ki, Baku Juniors komandası Kərkinin 20-ci sahə qəsəbəsini təmsil edən Blackstone komandasına məğlub olduğundan sonra liderliyə yüksələ bilər. Qalib gəldiyi təqdirdə hesab isə minimaldır. Bir bala. Amma 18 komanda arasında son 9-cu turda bir-birləri ilə qarşılaşacaq yeganə maç artıq təyin olundu. Bu Bibeybət və hal-hazırda meydanda olan favorit komandasıdır. Uzun ötürmə, bir bola. İsmail. Ötürməsi isə Pərviz hələ keçirdi. İskəndərov, İlyas. Yenidən İskəndərov geriyə oynaya bilər. Cüssəsi hesabına topu qəbul edir. Özü də sıyrıldı. İlyas yenidən gözəl oynadı. İlk golun, yeganə golun müəllifidir İlyas. Ötürmə yenidən İlyasa. Ceyhun sol cinaha. Ruslanla oynuyor. Ruslan. Rəmzi topu elə keçirməyə çalışdı. Top yenidən Ruslanda. Son ötürməsi İlyas istiqamətinə yenidən İlyas və Ruslan tandemi bu dəfə. Sami topu elə keçirib Babək. Əks hücum. Uzun ötürmə. Pirbala topu qəbul edir. Pirbala amma Pərviz daha yaxşı oynadı. Rəmzi. İlyas. İskəndərov. Geriyə Şamxallı oynayır. İlyas. İslam. Ötürmə də edə bilər. Zərbə nə edə bilər? Bəli, zərbə də etdi, amma Sami daha dəqiq oynadı. Samir əslində favorit komandasının Əcəl Sabit çox yaxşı qolkiperdir, amma bəzi maçlarda etdiyi kritik səhvlər komandasının məğlub olmasına gətirib çıxardırdı. Biraz daha çox məsuliyyətli olarsa, favorit komandasının əvəz edilməzlərindən biri də o. Babək. Babəkin ötürməsi, Pirbala. Pirbala. Zərbə indirdi, qeyri-adi. Alan yoxdur meydanda. Rəmzi. Top elə keçirə bilir. Babək.
Babək özü irəliləyir, Babək. Babək. Hə, top Babəkdən özü irəliləyir, Babək! Qapı dirək yenə də. Olmur. Ötürmə də bilərdi. İsmail istiqamətinə, amma alqışları qazanır. Babək artıq ikinci dəfədir ki, dirəyə duş gəlir onun topu. Ceyhun Şirinli. Zərbə qapı istiqamətinə. Şeydən ki, hələ ki meydanda, nə meydanda, nə də meydandan kənarda komandanın ən güclü oyuncularından biri Əlfəddin, yəni alanı görə bilmirik. İlyas. Şamxal. Sağ cinahlı oynuyor. İlyas. Ruslan tələsmir. Oyuncu axtarışı ilə məşğuldur hələ ki. Çox gözəl anlaşırlar, amma zaman araya girir. Zaman affetmiyor. Yox, top əlbəttə əks istiqamətdə başlanacaq. İlyas mərkəzdə. Rəmziyev. Ruslan. Rəmziyev. 77 nömrəli oyuncudan sol cinahına ötürmə. İlyas. Sağ cinahdadır Ceyhun, 7 nömrəli oyuncu. Zərbə endirə bilər. Yox. Topu özlərində saxlamaqla məşğuldur Baku Juniors. İskəndərov çox rahat keçir İsmail'e ötürmə. Daban zərbəsi amma İlyas ikinci qola imza ata bilmədi. Avtomatik iki oyuncu meydana daxil oldu, onlardan da biri Ruslan. İskəndərov mani oldu Elvin. Saminin ötürməsi alan istiqamətinə əks hücum. 3 nəfərdən ibarət favorit hücumu. İkinci həmlə olmadı. Alan! Hesab bərabərləşir. Əlfəddin hesabı 1-1 etdi. Fərdin eydi, işə yarayır. Alan. Hesab 1-1. Xatırladım. Baku Juniors qalib gələrsə bu maçda avtomatik A konferansının lider ünvanını qazanacaq. Çünki 20-ci sahə qəsəbəsini təmsil edən Baku Juniors elə 20-ci sahə qəsəbəsini təmsil edən digər komanda Blackstone komandası günün və turun ikinci maçında çox böyük köməklik etdi. Lideri 2-1 hesabı ilə məğlub edə bilir Blackstone. Söhbət Kərkidən gedir. Babək. Elvin Şirinli artıq meydana daxil olub. Babək. Gəzə-gəzə gedir hələ ki, zərbə döndürdü. Samir tələs. Kəllə ilə vursaydı bəli. Baş sağa indirsəydi zərbəni daha dəqiq ola bilərdi. Ruslan. Elvin Şirinli. 2 Elvinin mübarizəsində 3 nömrəli oyuncu qalib gəldi. Şamfal istiqamətə ötürmə, Samir topu ələ keçirir. Əks hücum yerində bir nəfər var. Tələsməlidir. Alan özür eləyir. Alan. Elastiko zərbə qol! Yenə əks hücum bir dəfə. Baku Juniors komandası geridədir. Oyunun 7-ci dəqiqəsində. İkinci hissənin 7-ci dəqiqəsində. Yaşın qolun qeyd almışsan orada. Belə şeylər. Ya, mən qarışıram sonra. Hesab 2-1. Elvin.
Ramin. Ramin özür eləyir. Ramin zərbə edə bilər. Raminin zərbəsi qapının üstündən keçdi top. Uzun ötürmə Şamxal. Birbaşa. Babək topu uzaqlaşdırır və artıq yorğundur Babək özünün yerinə İsmail meydana daxil olur. Elvinin zərbəsi bir bala. Alan tələs bir alan. Amma topu da itirir. Artıq inisiativa favorit komandasındadır. Alan bu dəfə olmadı. Çox təhlükəli oyuncudur, amma zədələndi. Bəli, zədələndi. Əli üstə düşdü yerə. Ciddi bir şey oldu. Ne oldu? Eybi yok. Amin. Yaz artıq geridədir Baku Juniors komandası ikinci hissədə Əlfəddin Alan 2 dəfə rəqib qapının torunu sirkələyə bilib. Raminin zərbəsi bu dəfə də dəqiq olmadı. Uzun ötürmə Alan istiqamətinə Ramin, İlyas. Çox gözəl saxladılar top özlərində, amma İlyas topu itirir. Əlbəttə, maçlarımızı hər iki divizyondan gedir söhbət, elit divizyon və ikinci divizyonun maçların bitimindən bir neçə saat sonra yüksək keyfiyyətdə izləyə bilərsiniz. Əlbəttə, Pointsliga YouTube kanalımıza abunə olmanız, bildiriş, like və şərh butonunu aktiv etməyiniz çox vacibdir. Instagram səhifəmizdə isə turnir gedişatları, turnir cədvəli, maraqlı məlumatlar, poster, afişa və turun ən maraqlı qollarını izləyə bilərsiniz. Bu arada əks hücum. Bir bala topu biraz yüksəyə atır. Bu arada Alan indirə bilərdi boş qapıya topu, amma nədənsə keçidə. Alan yenə olmadı. Nerede maraqlıdır? İndi yazmış, Şifaqa Toşu Balan. Alan. İndi yazmış, yox. Bacım tam biləyə yox, o Balan deyil. Bir bala olmadı. İsmail'in gözəl zərbəsi mənim traktoriyamda gözəl göründü. Doğrudan Balan deyil, indi yazmış. Görsən, həyat necədir? Gətirir, çıxarır qabağı. İsmail, Ceyhun Şirinli, 7 nömrəli oyuncudan ötürmə isə 20 nömrəli oyuncu bir bala tərəfindən zərərsizləşdirildi. Ramin, Ceyhun, uzun ötürmə Elvin istiqamətinə. Elvin isə topu qəbul edə bilmədi. Alan sonraki mübarizə aparır. Raminlə mübarizədə Ramin qalib ayrıldı. Cüssəsi hesabına. Uzun ötürmə sağcına Elvin Şirinli. Rəmzi geriyə. Ceyhun. Şirinli'nin zərbəsi Ceyhun istiqamətlə idi, amma Ceyhun isə qapının torunu sirkələyə bilmədi. Araz oyundan əvvəl Baku Juniors komandasına çox dəstək verirdi. Eyni qəsəbə komandalarıdır, dost komandalarıdır. Hətta hal-hazırda lider olmağına şərait yaradan elə Arazdır. Blackstone komandasının üzvü. Bu arada bir bala zərbəsi isə Pərviz müdaxilə edə bilir topa. Amma bu dəfə Arazın səsi gəlmir nədənsə. İlk hissədə 15 gol vuraq şuarı səsləndirirdi, bu dəfə nədənsə yoxdur.
dönəcək. Geriyə Samir də oynayır. Samir. Kritik səhvlərlə yadda qalıb bir neçə maç. Yox, heç bir şey yoxdur bir hakim. Zaman geriyə ötürdü. İtirmədi topu. Uzun ötürmə, bir bala istiqamətinə toxuna bilmədi topa bir bala. Rəmzi mərkəzlə Elvin Şirinli. Sol cinahla İlyas. Komandasının yeganə qolunun müəllifidir. Zərbə Elvin. Yenidən Ceyhun. İlyas bu dəfə də olmadı. Heç bir şey yoxdur böyle. Penal, bəli penal. Görmüşdü, hamı görmüşdü. Bəli, özləri də razıdırlar. Bəli, penal zərbəsini Elvin Şirinli yerinə yetirəcək. Hesab bərabərləşə bilər. Çox adi bir vəziyyətdə belə səhv etmək olmazdı. Favorit komandasına gedir söhbət əlbəttə. Elvin Şirinli topun arxasında. Samirə qarşı. Elvin! Oy! Qapı direği! Qapı direği yenidən. 7 metrlik penal zərbəsini yerinə yetirə bilmədi 16 nömrəli oyuncu Elvin Şirinli komandanın kapitanı. Bu arada Ceyhun bu dəfə də olmadı. Kültə zərbə. Ötürmə edilir. Çox təhlükəli idi. Samir Əlcək sabiqi məndən yaxşı bilər. Əlbəttə. Niyə Samir başladı onu mənim çatmadı? Anlamışdı onu. Rəmzi. Elvin topu ələ keçir. Ötürməsi Pirbala istiqamına. Pirbala özü irəliyə bilər. Çox sürətlidir. Ötürmə alana ama. Ceyhun. Ötürmə sol cinaha birbaşa Elvin Şirinli istiqamətinə. Elvin Şirinli bu dəfə zaman yaxşı oynadı. Time-out götürüldü. Time-outdan sonra geri dönəcək. Top sizde olanda götüremez. Bəli, time-outdan sonra geri döndük. Artıq 6-cı oyuncu meydana daxil olub. Söhbət libero oyuncudan gedir. Elvin Şirinli artıq Pərvizə əvəzləri libero mövqeyi tutacaq. Uzun ötürmə. Ceyhun. Topa tam sahib olmaq istəyir Baku Juniors. Ötürmə Pirbala istiqamətdə. Pirbala sol cinahlı o dedi. Alanın zərbəsi isə dəqiq olmadı. Elvin. Risk edir komanda. Qalib gələrsə xatırladım, A konferansının lideri məhz Baku Juniors komandası olacaq. Onlara şəraiti məhz Arazlı Baku Storm komandası yarattı. Top özlərdə saxlayır maksimal. Elvin sağ cinahla da oynaya bilərdi. Ötürmədə etdi ama yavaşı ona mani olur. Top elə keçir, qapı boşdu, zərbə indirir ama. Çox sürətli ilerləyir Pirbala. Oy. Nöqtə qoya bilərdi. Oyunun sonuna 7 dəqiqə qalır. Bu gözəl maçı, bu maraqlı maçı, bu dinamik, gərgin maçın sonuna 7 dəqiqə qalır. İlk dəfədir ki, mən bu sözləri işlədirəm ki, 2-ci divizyonda bu maçın bitməsini istəmirəm. Ceyhunun zərbəsi Elvin. Xatırladım, sabahda bizi 3 maraqlı maç gözləyir. Xatırladıram, saat 19:00-dakı Bozqurdlar
Aydın FK maçı baş tutmayacaq səbəbsə Bozqura komandasının liqadan uzaqlaşdırılmasıdır. Və avtomatik olaraq komanda bu arada qapı boşdur və top meydanı tərk edir. Top qapıya daxil olmadı. Ceyhun Şirinli bunu görürdü. Ruslan İskəndərov ötürmə liberoya. Qapçı funksiyasını daşıyır hal-hazırda. Yenidən qapı boşdur. Rəmzi geriyə. Ceyhun İskəndərov. Oy, yenə qapı dirəyi. Bu nə daxı? Tələsin Samir. Ötürməsini isə kimi etdi özü də bilmədi. İskəndərov geriyə. Yenidən İskəndərov. Yenidən Ceyhun. Ötürmə Ruslan istiqamətlə Ruslan. Ruslanın zərbəsi yenə Samir. Uzun ötürmə qapı boşdur. Zərbə indirə bilərmi? Ceyhun mani olur ona. Artıq boşluq yaradır favorit komandası öz müdafiəsində. 2 nəfər artıq. Zərbə yenə Samir. İkinci zərbə yenə Samir. Oyunun sonları çox maraqlıdır. Çox maraqlı keçəcək. Artıq şərh belə etmək istəmirəm. Özüm də oyuna baxmaq istəyirəm. Elvin sağ cinahla. Ruslan. Olmadı. Boşlu qapı. Yenə də vura bilmirlər. Ha, bu nə daxı? Və... Yox. Ötürmə səhv istiqamətə. Elvin ötürməsi sol cinaha. Ruslan zərbə yenidən bir bala. Elvin Şirinli. Yenidən İskəndərov. İskəndərov ötürməsi və bəli hesab bərabərləşdi. Ceyhun Şirinli İskəndərovun topuna qola çevirə bilir və vurmayana vurarlar. Prinsipi həmişə işə düşür. Biz bunu həmişə qeyd etmişik, demişik. Elə də olur. Ceyhun Şirinli hesab bərabərləşdi. Özlərində güc tapa bilmədi artıq komanda, favorit komandası. Ona düşən 100%'lık şanslardan belə istifadə edə bilmədi. Bu əlbəttə diğer komandanın oyuncuları üçün imkan yaratır. Ramin olmadı. Elvin ötürməsi yenidən Ceyhun Şirinli topu ələ keçirir. Qələbə qazanmalıdır ki ilk billəyə sahib olsun. Topçularla çözəsə geçir. Erayla düşədir. Artıq 2 oyuncu yenidən boşluqda qalır. Yenidən qapı xəttində oyuncu var. Elvin. Zərbə qopuyor qapı tiri. İkinci həmlə bu dəfə bir bala. Top hələ ki meydanda. Bəli, yaşlılar. Yəni favorit komanda time-out götürür. 5 dəqiqədən sonra time-out götürə bildi komanda. Səbəb isə topun Bakı Juniors komandasına daimi olmasıdır. Bəli, 2 dəqiqə qalıb oyunun sonluğuna. Hesab isə bərabərdir. Zaten Bakı Juniors komandası qələbə qazandığı təqdirdə A konferansının lideri nəsə olacaq. Amma hesab onu demir, hesab 2-2'dir.
6 oyuncu üstünlüğündən istifadə edir. Ramin zərbə bu dəfə də. Zaman icazə vermədi ona. Ramin yenə də Samir gözəl oynadı. İsmail qapı boşdu. Alan almadı. Hat-trick imza ata bilmədi Alan. İskəndərov ötürməsi Elvin Şirinli son cəhlər. Ceyhun ikinci golun, bərabərlik golun müəllifidir. Və Rəmzi zərbə olmadı. İkinci hamle yenə də olmadı. Uzun ötürmə. İskəndərov topu qəbul edir. Ona mani olan isim isə 5 nömrəli oyuncu İsmail idi. Komandanın vitse kapitanı. Zərbə qapı istiqamətinə çox yüksəkdən getdi top. Qapı boşdu. Avantaja buraxdı hakim. Top bir baladaydı. İskəndərov olmadı bu dəfə də Samir. İkinci hamle yenə Samir. Samir sən nə edirsən Samir? Samir'dən kritik sevlər bugün ən yaxşı oyununu oynuyor. Samir bir alanın zərbəsi isə qapıya daxil olmadı. Sonuncu həmlə, sonuncu saniyələr. Elvin Şirinli sol cirahlı oynuyor. Ceyhun ötürməsi yenə Samir ikinci həmlə. Və Alan yox olmaz. Bəli. Qırmızı verə birbaşa Elvinə. Birbaşa qırmızı vərəqə Elvinə. Playoff mərhələsində iştirak edə bilməyəcək Elvin Şirinli bu dəqiqdir. Qapçı özün yoxla. Özür. Man of the match məhz Samir ola bilər. Rəmzi yətəməsi o daxil ola bilər. Bugün en yaxşı qapçı o sənə. Elvin Şirinli birbaşa qırmızı vərəqə qazandı. Daha doğrusu mənfi tərəfdən qazandırdı komandaya. 5 nəfər də qalıb meydanda. Baku Juniors hesab 2-2'dir. Alan topun arxasında. Zərbə qapı istiqamətinə. Başa zərbə endirmişdi Elvin. Oyun isə bu hesabla da bitdi. Eybi yox, olan şeydir. Bu futboldur. İstərimizə hakim olmalıyıq. Biz də deyirik sabah yenidən bu arenada görüşənədək tək futbol olsun.